Bu ilin ilk 6 ay ərzində əvvəlki illərdən bağlı qalan 4 xüsusilə ağır cinayət, qeyri-aşkar şəraitdə törədilən 20 qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Baş prokurorluqda keçirilən geniş kollegiya iclasında belə deyilib. O da bildirilib ki, korrupsiya cinayətə törədən 28 şəxs cinayət başında yaxalanıb. Axtarışda olan 18 nəfər saxlanılıb. 2023-cü ilin birinci yarım ilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilən tədbirlərlə ötən illərdən bağlı qalmış 4 qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Qeyri-aşkar şəraitdə törədilən 20 qəsdən adam öldürmə cinayəti də isti izlərlə açılıb. Baş prokurorluqda keçirilən geniş kollegiya iclasında bu barədə məlumat verilib. Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib. Bildirib ki, Respublika üzrə ibtidai istintaqı tamamlanan cinayət işləri üzrə ümumilikdə 151 milyon 424 min manat məbləğində maddi ziyan vurulduğu müəyyənləşib. Onun 40,2%-nin, yəni 60 milyon 860 min manat hissəsinin ödənilməsinə nail olunub. 4 milyon 368 min manat məbləğində əmlak üzərinə həbs qoyulub. Birinci yarım il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin əməliyyat qurumları tərəfindən 85 cinayət işi başlanılıb. Keçirilən 19 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanıb. Habelə 18 nəfər axtarışda olan şəxs saxlanılıb. Həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində fəaliyyət göstərən 161 qaynar xətt əlaqə mərkəzinə daxil olan 2700 müraciətdən 43-ü üzrə yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan biri prokurorluq orqanlarından xaric, 7-si isə vəzifədən azad olunub. 17 nəfər barəsində digər intizam tənbih tədbirləri görülüb. Vurğulanıb ki, ötən müddətdə 222 prokurorluq işçisi həvəsləndirilib. 6 prokurorluq işçisinə isə vaxtından əvvəl rütbə verilib.